İnvestisiya müsabiqəsi nədir və investisiya müsabiqələrinə çıxarılan dövlət müəssisələri ilə necə tanış olmaq olar? Hərracılardan fərqli olaraq özəlləşdirilməyə çıxarılan müəssisələrə sahib olmaq üçün investisiya müsabiqəsində bir sıra şərtlərə əməl etmək tələb olunur. İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası, yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, o cümlədən istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, işçilərin sosial təminatı kimi məsələlərin həllidir. Müsabiqə komissiyası tərəfindən iddiaçıların təkliflərinə baxılır və açıq səsvermə yolu ilə investisiya müsabiqəsinin qalibi müəyyən edilir. Qalib alqı-satqı müqaviləsini imzaladıqdan sonra müqavilədə göstərilən müddət ərzində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürür və investisiya proqramının icrasına başlayır. Ziyarətçilər özəlləşdirmə portalında investisiya müsabiqələri bölməsinə daxil olmaqla müsabiqə vasitəsilə özəlləşəcək açıq səhmdar cəmiyyətlərin siyahısı ilə tanış ola bilər. Saytda müsabiqəyə çıxarılan müəssisələr sənaye, aqrar, inşaat, xidmət, səhiyyə, telekommunikasiya, nəqliyyat sahələri üzrə müxtəlif kateqoriyalara bölünüb. Burada həmin əmlaklar barəsində məlumatlar, onların fəaliyyət istiqaməti, bazardakı mövqeyi kimi informasiyalar yer alır. Həmçinin müəssisələrin foto şəkilləri, əsas istehsal sahələri və onların qısa xarakteristikası haqqında ətraflı məlumatlar yerləşdirilib.